Salam, mən bugün sizlərə ki ədatında vergülün işlənməsi məqamları haqqında danışmaq istəyirəm. Bilirsiniz ki, ki amonimdir, bağlayıcı kimi, ədat kimi və leksik şəkilçi kimi işlənə bilir. Bağlayıcı kimi işlənəndə ki-dən sonra vergülün işlənməsi bu onun normal halıdır. Amma ədat kimi işlənəndə ki-dən sonra vergül tələb olunmur. Burada bir-iki istisna var. Yəni, bugünkü dərsimiz məhz həmin o istisnalara aiddir. Mövzunun daha yaxşı anlaşılması üçün bir sual tərtib etmişəm. Gəlin həmin o suala baxaq. Hansı cümlələrdə vergülün işlənməsi vergüldən əvvəlki sözün tələbinə görə deyil? Birinci cümlə. Mən ki, əlbəttə, həyatın yazılmamış qanunlarının olduğunu bilirdim. Burada ki, ədat vəzifəsindədir. Amma fikir verirsiniz, ondan sonra vergül qoyulub. Sualın şərtinə diqqət edin. Deyir, vergülün işlənməsi vergüldən əvvəlki sözün. Yəni, burada vergülün işlənməsi özündən əvvəlki ki sözünün tələbinə görə deyil. Özündən sonra gələn modal sözün tələbinə görədir. Fikir verirsiniz, burada mən ki, əlbəttə modal sözdür. Yəni, bu cümlədəki ki ədatından sonra vergülün qoyulması ədatın tələbinə görə deyil, modal sözün tələbinə görədir. İkinci cümlə. Dedim ki, gələcəm. Burada dedim ki-dən sonra vergülün qoyulması normaldır. Çünki ki bağlayıcı vəzifəsindədir. Üçüncü cümlə. Çalışıram ki, yaxşı öyrənim. Bu cümlədə də ki bağlayıcıdır. Bağlayıcıdan sonra da vergülün qoyulması normaldır. Dördüncü cümlə. Siz ki uşaqlar sualların necə düşəcəyini bilirdiniz. Bu cümlədə ki-dən sonra vergülün qoyulması ondan əvvəlki sözün, yəni ki-nin tələbinə görə deyil. Sualın şərtinə baxın. Ki-dən sonra uşaqlar xitabın tələbinə görədir. Deməli, gəlin mövzunu ümumi şəkildə aydınlaşdıraq, yəni ümumiləşdirək. Ki ədat kimi işlənəndə özündən sonra vergül tələb etmir, amma iki istisnası var. Özündən sonra modal söz və xitab gələndə ki-dən sonra vergül qoyula bilər. Vergül qoyulmalıdır. Ümid edirəm ki, mövzu daha yaxşı anlaşıldı.